Buyur, məsələni oxu. Dağın zirvəsində atmosfer təzyiqi 350 mm civə sütunu, ətəyində isə 750 mm civə sütunudur. Həmin dağın ətəyində havanın temperaturu müsbət 20 dərəcə olduğunu nəzərə alaraq zirvədəki temperaturu tapın. Əvvəlcə təzyiq fərqindən hündürlük fərqini tapıram. 750-350 nə qədər? 400 mm civə sütunu var imiş. Deməli, biz bilirik ki, təzyiq hər yuxarı qalxanda, hər 10 metrdə nə qədər azalır? 1 mm civə sütunu. İndi mən bilmirəm neçə metr qalxmışam, təzyiqim nə qədər azalır? 400 mm civə sütunu. Bu da eləyir x bərabərdir 4 mm. Deməli, dağın ətəyi ilə zirvəsi arasında 4000 metr var imiş. Düzdürmü? İndi temperatur fərqini tapaq. Deyirəm ki, ay mənim, hər 1000 metr yuxarı qalxanda temperatur nə qədər azalır? 6. İndi mən nə qədər qalxmışam? 4000. 4000 metr. X dərəcəsi azalır. Deməli, nə qədər azalıb? 4000 vururam 6-ya bölürəm minə. 24 dərəcə Selsi. Dağın ətəyində 20 dərəcə Selsi idi. 24 dərəcə azaldı. Nə qədər oldu? -4 dərəcə Selsi.